Bizi yatdığımız yerdən kim qaldırdı? O, mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bugün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində keyf çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhimli Rəbb onlara salam deyəcək. Bugün möminlərdən ayrılın, ey günahkarlar! Ey Adəm övladları! Məyər mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin? O sizin açıq aydın düşməninizdir. Mənə ibadət edin. Doğru yol budur. Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məyər dərk etmirdiniz? Bu, sizə vəd edilmiş cəhənnəmdir. Kafir olduğunuza görə bugün orada yanın. Bugün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri bizimlə danışar. Ayaqları da şəhadət verər. Əgər istəsəydik, onların gözlərini kör edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər? Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayda bilərdilər. Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məyər başa düşmürlər? Biz Muhammədə şeir öyrətmədik. Bu ona heç yaraşmaz da. Bu ancaq öyüd nəsihət və aydın Qur'andır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. Məyər onlar görmürlər ki, biz onlardan ötürü sahib olduqları malqaranı öz əllərimizlə yaratmışıq? Bəzilərindən minik kimi yararlansınlar və bəzilərində yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içilər.